Ay aman 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 bu Lalənin əlindən. Yəni bir çıxmasın. Biraz sözünü özünü bilməyən insanlardan, şərdən, böhtandan, hayasız insanlardan biraz uzaq durmaq lazımdır ki, mən bunu artıq özümə söz verdim ki, uzaq durun. Nə qədər çünki Xalanız haqqında mı danışırsınız? mən demişəm, sadəcə burada bir çox, yox sən heç nə demə. Burada çox söhbətlər açıla bilərdi. Çox sözlər ola bilərdi. Çünki nalayiq sözlər işləndi mənim haqqımda. Amma bir zəng hər şeyi mənim üçün Örtbasdır kapatdı. etdi. Birincisi evladım. Evladıma görə mən Bu hədə qorxu zəngi idimi? Nə idi bu zəng? Nə hədə qorxu? Siz nə danışırsınız? Heç bir. Səidə Dadaşova elə bir şəxsdir ki, elə bir mən müğənnini qoyulmuşam. Mən elə bir şəxsiyyətəm ki, mən elə bir insanın, elə bir nəhəng bir kişinin qızıyam ki, Allah rəhmət eləsin. mən heç vaxt, heç bir şey məni fikrimdən döndərə bilməz. Bəs nə- Əlbəttə ki, və mən söz verdim bir evladıma, bir zəng oldu gecə, bir zəng. Bu gecə, Yəni mən bura gəldiyim gün Gecə. sabah, Dünəni. axşamı. Mən sadəcə deyirəm ki, hər bir şeyi geçsinlər, qoysunlar o insanı fırlatsınlar. Mən istəmirəm ki, o insan ona görə ailəsi ilə artıq biabır olsun, artıq sözlər eşitsin. Mən öz Brilliant xanıma hörmətlə yanaşıram. Çünki mənim artıq Brilliant xanım artıq bezib, bilmir öz işləri ilə məşğul olsun. Bilmir bunlarla məşğul Və olsun. Brilliant xanım, mən bilən hər Bəli, zaman sizə dəstək Çox olub. çox məyus Hər olub zaman o sizə insan. dəstək olub. Mən buradan Cəmilimi salamlamaq istəyirəm. Cəmili. Mənim İradə xalamın oğludur. Salamlayıram. Cəmil Dadaşov. Birisi Embrazırsda o Bəli, vaxt əlbəttə oxuyurdu. Mənlə danışdı, bir xeyli danışdıq. Və mən dedim ki, Ha, o zəng edir yaxşı sizə. mənada deyirəm, qurban olun Cəmilə. Burada çox şeylər açıla bilərdi. Və o sözü mən heç vaxt xət çəkməzdim. Yəni o söz ki deyildi ki, o ifadə, nalayiq ifadə söylənildi. Mən sadəcə demək istəyirəm ki, hələ söz qabına baxsa yaxşıdır. O barədə. Mən üstü örtülü deyirəm bunu. Yəni siz əslində özünüzü biabır elədiniz. Başa düşdünüz? Layla xanım, siz özünüzü biabır elədiniz. O sözü işlətdiniz ki, küçələrdən yığılmırdı. Xahiş edirəm ki, bu nəsildə o qədər şəxsiyyətlər var. O qədər xalq asirləri var. O qədər insanlar var. Qardaşım var. Atam var. Siz özünüzü biabır. Danışdıqca da batırsınız.